Bugün Bildungsroman anlayışından danışacağıq. Bildungsroman termini Almancadır. Kökündəki Bild sözü rəsm, tablo, təsvir sözündəndir. Tədqiqatçıların fikrincə Bild sözü əvvəllər dini xadimləri tərəfindən Tanrının obrazını yenidən ifadə etmək üçün istifadə edilir. İnanca görə Tanrının öz surətində yaratdığı insan ilk günahdan, yəni cənnətdə yasaq meyvəni yedikdən sonra gözdən düşür. Buna görə də günahdan arınmaq, tövbə eləmək, yenidən Tanrının sevgisini qazanmaq üçün çalışmağa başlayır. İnanc belədir ki, bunun üçün insan özünü təkmilləşdirməyə, çatışmazlıqlarını aradan qaldırmağa çalışmalıdır. Terminin köklərini müəyyən mənada antik ədəbiyyatdakı katarsis anlayışında da axtarmaq olar. Maarifçilik dövründə Bildung terminini artıq dini mənada yox, daha çox sekulyar mənada işlətməyə başlayırlar və 18-ci əsrdə demək olar ki, çatışmazlıqlarını dərk edib özünü yetişdirmiş ideal insan şəklinə düşür bu anlayış. Beləliklə, Bildungsroman fərdin, individin özünü yetişdirmə, inkişaf etdirmə prosesini təsvir eləyir və bundan bəhs edən romanlara da Bildungsroman deyilir. Bildungsromanın kökləri Alman ədəbiyyatındadır və Alman ədəbiyyatında onun 3 alt kateqoriyası var. Birincisi, inkişaf təkamül romanı, ikincisi, təhsil, təlim, tərbiyə romanı, üçüncüsü, bir sənətçinin yaxud yazıçının inkişafından bəhs edən roman. Araşdırmaçıların fikrincə, bədii ədəbiyyatda Bildungsroman tipində ilk romanı Höte yazıb, William Meister'in şagirdlik illəri adlanır bu əsər. Amma termin kimi onu ilk dəfə 1870-ci ildə Wilhelm Dilthey Schleiermacher'in Həyatı adlı əsərində istifadə edib. Başqa bir iddia da var. Başqa bir iddiaya görə Bildungsroman daha əvvəl 1817-ci ildə Karl Morgenstern tərəfindən istifadə olunub. Bildungsroman uşaqlıqdan yetkinliyə doğru gedən yolda qəhrəmanın həm organik cismani, həm də ruhi mənəvi tərəflərini ifadə edən əsər növü, roman növü hesab edilir. Burada diqqət edilməli məqam Bildungsromanın təklif etdiyi inkişaf təkamül modelinin təkcə fərdi planda yox, eyni zamanda cəmiyyətlə qarşılıqlı münasibətlər şəklində formalaşmasındadır. Adətən Bildungsromandakı qəhrəmanlar cəmiyyətdə eyni mərhələlərdən keçirilmiş digər fərdləri təmsil edirlər. Yəni müəyyən mənada onların başına gələn hər şey simvolik ümumiləşdirmələrdir. Bildungsroman bir-birinə ziddiyyət təşkil edən elementləri, ünsürləri, prinsipləri özündə ehtiva edən sintetik bir növdür. Azadlıq, xoşbəxtlik, kimlik dəyişmək, etibar, fərqlilik kimi müxtəlif elementlər onda birləşir, qarşı-qarşıya gəlir. Bildungsroman öz qəhrəmanlarının həyatda rastlaşdığı bu ziddiyyətləri birləşdirmək, uzlaşdırmaq cəhdidir. Bu baxımdan Bildungsromanın əsas məqsədi cəmiyyət və fərd arasındakı ziddiyyətləri uzlaşdırmaqla qəhrəmanı yetkinləşdirmək, onun öz kimliyini tapmasına yardım etmək, onu həyata hazırlamaqdır. Bildungsroman qəhrəmanlarının mütləq əksəriyyəti orta statistik insandan daha üstün mənəvi, intellektual qabiliyyətlərə malik olan insanlardır. Ancaq bu qabiliyyətlərinin dəyərini bilməkləri və onları cilalamaları üçün müəyyən yoldan, müəyyən mərhələdən keçməlidirlər. Bildungsroman qəhrəmanları adətən bir məkana bağlı olmayan, daim səyahət edən, fərqli yerlər görən, fərqli insanlarla tanış olan, amma nəhayətində özlərini yetişdirən insanlar haqqındadır.